Qoz, fındıq, badam. Bayram ərəfəsində bu çərəzlər hər evin süfrəsində öz yerini alır. Lakin ləzzətli və orqanizm üçün faydalı olan bu məhsulları həddindən artıq istehlak etdikdə allergiya, baş ağrısı və həzm problemlərinə səbəb ola bilir. Üstəlik, çərəzlərin düzgün saxlanılmaması da onların keyfiyyətini aşağı salır və sağlamlıq üçün risk yaradır. Bəzən çərəzlərə uyğun olmayan qoxu hiss olunur. Bu, çərəzlərin düzgün şəraitdə saxlamaması deməkdir. Çərəzlər satışda çərəzləri paketlənmiş formada da müşahidə edirik. Bu zaman istehlakçı həmin paketin üzərindəki istehsal və son istifadə tarixinə mütləq diqqət etməlidir. Çərəzləri düzgün şəraitdə saxlamadıqda zəhərli toksin, aflatoksin yaranır. Aflatoksinin əlamətləri çərəzlərin üzərində pambıq kimi, bəzən də rəngli şəkildə özünü büruzə verir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşı bildirir ki, çərəzlər alındıqdan sonra mütləq yuyulmalıdırlar. Lakin bütün məhsulu eyni anda yumaq tövsiyə edilmir, çünki nəmlik qaldıqda çərəzlər tez xarab ola bilər. Paketlənmiş formada çərəzlər saxlandıqda daha uzun müddət qalır. Açıq formada isə uzun müddət saxlamaq olmaz və yaxud da bir məqamda qeyd edeyim yuyulma məsələsinə. İstehlakçı çərəzləri tutalım bir neçə kilo çərəzləri alıb gətirirsə hamısını yumaq olmaz. Yəni istehsal etdiyi miqdarda mütləq onu götürüb, ayırıb onu yumaq lazımdır. Hamı yolda nəm olur sesimiz. O tam qurumadıqda təbii ki, o nəm, rütubət olur və kiflər əmələ gəlir. Əlbəttə ki, bayram bazarlığı zamanı həm alıcı, həm də satıcı seçdikləri məhsulun mənşəyinə diqqətlə yanaşmalıdır. Bəzən ucuz qiymətə alınan keyfiyyətsiz məhsul sonradan sağlamlıq üçün baha başa gələ bilər. Odur ki, atalar demişkən, ucuz ətin şorbası olmaz. Ona görə də aldığımız hər məhsulun təkcə cibimizə yox, sağlamlığımıza da təsirini düşünməliyik.